Mən Mamedova Gülgəz, özüm şəhid ailəsiyəm. 92-ci ildə yoldaşım döyüşüb, şəhid olub, şəhid ailəsiyəm. Bax, Həsən Riz kəndindən, Ağdərə rayonunun Həsən Riz kəndindən şəhid ailəsinə belə bir ev verilibdir. Bir ildir əlləşirik, vuruşuruq. Bu evi gəlib düzəltmirlər. Bax, şifiri bu gündə evin arxası. Bax, bu gündə qırıq, sökük, tamam yağan yağış içəri yağır. Bax, verdikləri ev budur. Bunun da qabağının, çardağın altı profilsiz vurubdular, uzun lambirini tökülübdür. Töküldü uşağın başına. Bax, belə 2 aydır nə qədər eləyirik, gəlib onu düzəltmirlər. Pilləkənimizi buradan yarımçıq qoyublar. Toku sallanır, uşaqdan qorxuruq. Bax, bu formu qoyubdular, valla yarımçıq qoyublar, gəlib düzəltmirlər. Evin 2-ci mərtəbəsinə çıxan pilləkəni, bax, bu formu yarımçıq qoyublar. 1 ildir, dedik, betonudur. Elə gətirib, betonu ağlayı vurublar, yarımçıq qalıb, o üzdüyüblər biraz. Yarımçıq qalıb. Buradan bura qədər onun öz pilləkəni idi, belə. Biz bunu artırdıq, metr yarım artırmışıq. Nə qədər elədik, onun söhbətini elədilər. Bizə ağlay vermədilər ki, bunu bura özünüz artırmışsınız. Heç özünün öz pilləkəni də düzəltmədilər. Biz dediyimizi də yarımçıq qoydular, getdilər. Köçdüyümüz gündən bəri bu vəziyyətdəyik. AEF şirkəti tikəndə deyirik, nə böyüklərinə, emdi, valla deyəsən, dönə, bax, bu evi bu vəziyyətdə qoyublar. AEF şirkətidir, Elxan müəllimdir, dönə demişik. Bax, böyün səhər, bu vəziyyətdə yaşayırıq. Bu qışı da belə keçirdə bilməyəcək. Mənim körpə balalarım var. Siz köməklik elən, bu evlər düzəlsin. Nəmişlikdən evin çölü bax bu vəziyyətə qalıbdır. İçi də oradan tamam aboy, zat, hamısı evin içi də bu günlərdədir. Nəmişlikdən tökülür. Evin içi də belə nəmişlikdir. Aboylar nəmişlikdən tökülür. Ondan kuxnanı bu vəziyyətdə, başından su tökülür, tifaq çatlayır. Aboylar bax belə nəmişlikdən hamısı da tökülür. Düzgün remont eləmədilər, düzgün vermədilər, yaxşı evlərdir, sağ olsun prezidentimiz bizi köçürüb, amma remontu yaxşı deyil, düzgün eləmədi remont. Evin qabağında balaca belə bir çardaqdır, dəfələrlə demişik, şifir vermirlər, nə arxaya, nə bura. Ondan, bax, bu gündədir. Pəyədir, dam deyirlər, mal üçün, hamısı sökük, qırıq, yağış tökülür içinə. Bəlkə mən uşaqlarıma bir heyvan aldım, saxladım, saxlamağa yerimiz yoxdur. Bax, bu damın stoykalarını özümüz vermişik, uçurdu, uşaqdan zaten qorxduq, belə stoyka verdik, uçurdu. Üstünün daşı düşür yerə. Ondan stoykalarını özümüz vermişik. Aidiyyatı qurumlara mən xahiş eləyirəm, bizim bu işləri yönünə qoysunlar, köməklik eləsinlər, bu ev düzəlsin, yaşayaq.